Salamlar, bugün daha bir maraqlı video ilə qarşınızdayıq. Günün mövzusu bir çoxunuzun bildiyi karavanlar, yəni həm ev, həm nəqliyyat vasitəsi olan xüsusi təchizatlı avtomobillər və ya qoşqulardır. Bu vasitələr müxtəlif dövrlərdə fərqli məqsədlərlə istifadə olunmuş, tarix boyu həm köçəri həyat tərzinin, həm də müasir turizmin ayrılmaz parçasına çevrilmişdir. Karavanların tarixi qədim dövrlərdəki daşınan sığınacaqlardan başlayaraq, bugünkü yüksək texnologiyaları mobil evlərə qədər uzanır. Köçəri cəmiyyətdə arabalı sığınacaqlar. Tarixi mənbələrə əsasən erkən köçəri qruplar yaşayış yerlərini tez-tez dəyişmək məcburiyyətində olduqları üçün daşınan sığınacaqlardan istifadə edirdilər. Xüsusilə Orta Asiya və Avrasiya çöllərində yaşayan türk dilli və monqol mənşəli xalqlarda at və ya öküzlə çəkilən taxta arabalar üzərində qurulmuş çadır tipli yaşayış qurğularına rast gəlinmişdir. Günümüzə bir qədər yaxınlaşdıqda isə 16-cı əsrdən etibarən Avropada yayılmış qaraçı icmaları arasında Vardo adlanan atla çəkilən dekorativ və yaşayış üçün uyğunlaşdırılmış taxta arabalar geniş yayılmışdır. Bu arabalar yaşayış üçün zəruri olan əsas avadanlıqlarla təchiz olunurdu. Avtomobil texnologiyası ilə karavanların transformasiyası 20-ci əsrin əvvəlləri. 20-ci əsrin əvvəlləri sənaye inqilabının davamı olaraq nəqliyyat vasitələrinin, xüsusilə də daxili yanma mühərriki ilə işləyən avtomobillərinin inkişaf etdiyi bir dövr idi. Bu texnoloji sırayış karavan anlayışında da köklü dəyişikliklərə səbəb oldu. Əvvəllər atla və ya öküzlə çəkilən daşınan evlər yerini mühərrikli və daha praktik modellərə verdi. Bu dövrdə karavan artıq yalnız bir qoşqu deyil, eyni zamanda hərəkət qabiliyyətinə malik özü gedən bir yaşayış vasitəsinə çevrilməyə başladı. İlk tanınmış motokaravan isə Pierce Arrow Touring Landau 1910-cu ildə ABŞ-da istehsal olunmuş motokaravan deyə adlandırılırdı. Avtomobilin içərisində yataq sahəsi, tualet, şkaf və işıqlandırma sistemləri var idi. Bu vasitə həm nəqliyyat, həm də komfortlu qalmaq üçün nəzərdə tutulmuşdu. Bu da onun klassik karavanlardan fərqləndirirdi. Bir neçə ilə bu sahə daha da inkişaf edib, daha da komfortlu modellər ərsəyə gətirildi. Bunlardan Gypsy Van yenə bir Amerikalı iş adamı tərəfindən hazırlandı və modelə Motorhome adı layiq görüldü. Modelin müəllifi John Kling onun ailəsi ilə birgə bu vasitə ilə New Yorkdan San Fransiskoya qədər 5000 kilometrlik səyahət etmişdi. Karavan içərisində kitabxana, telefon, generator, mətbəx, tualet və hətta teras var idi. O dövr üçün bu olduqca lüks və texnoloji cəhətdən qabaqcıl model idi. Avropada avtomobil karavanlarının təkamülü Esseles karavansla bağlıdır. O, 1919-cu ildə İngiltərədə Esseles Motors Transport şirkəti tərəfindən ilk avtomobilə qoşulan yaşayış karavanlarını hazırlamağa başladı. Bu karavanlar mühərriksiz olsa da, avtomobilə qoşularaq rahat şəkildə daşına bilirdi və yaşayış üçün tam şəraitə malik idi. Esseles karavanları 1920-1930-cu illərdə İngiltərə və Avropada geniş şəkildə istifadə olunmağa başladı. Beləliklə, 1920-ci illərdən başlayaraq daha sadə və yüngül karavanların hazırlanmasına üstünlük verildi. Bu illərdə orta sinif ailələr üçün nəzərdə tutulmuş, təməl yaşayış ehtiyaclarını ödəyə biləcək mobil evlər meydana gəldi. Karavanlarla daxili turizm, təbiətə yaxın səyahət və qısa müddətli kamp səfərləri populyarlaşmağa başladı. 1930-cu illərdə ABŞ-da Airstream adlı marka tərəfindən aerodinamik dizayna sahib alüminium karavanlar istehsal edildi. Bu karavanlar həm yüngül idi, həm də benzin sərfiyyatına qənaət edirdi. Artıq karavanlar yalnız funksional deyil, həm də estetik baxımdan cəlbedici hala gəldi. 1930-cu ildə iqtisadi böhran və İkinci Dünya müharibəsinin nəticəsində bir çox ailə evlərini itirdi və bu səbəblə mobil evlərə, yəni yaşayış üçün nəzərdə tutulmuş karavanlara maraq artdı. Mobil evlər sabit evlərdən daha ucuz idi və istənilən yerə köçmə imkanı verildi. Bu səbəbdən ABŞ-ın qərb bölgələrində insanlar bu cür vasitələrlə aylarla, hətta illərlə yaşamağa başladılar. Karavanlar yalnız turizm vasitəsi deyil, alternativ yaşayış forması kimi də qəbul olunmağa başladı. Günümüzdə isə qoşqu və ya mühərrikli karavanlar dünyada kifayət qədər populyarlığını qoruyur. Ölkəmizdə də bu sahə üzrə maraq əvvəlkindən nisbətən xeyli artmışdır. Videonu bəyəndinizsə, videonu bəyənməyi, kanalda bunun kimi videolara nəzər yetirməyi unutmayın. Hələlik.